Salam, salam. Axır ki günlər sonra, hətta aylar sonra video çəkə bilirəm. Bugün dedim bir vlog çəkim və səhər evdən çıxmağı niyyətlənib günorta evdən çıxdım. İndi gedirəm sahilə. Bir sərgi var, onun son günləridir. Ona çatmağa çalışacağım. Əslində mənim bir səhifəm var və o səhifədə mən Bakıda və rayonlarda olan eventləri paylaşıram. Özüm hələ event başlamadan, həmin sərgi başlamadan onu paylaşımını eləmişdim. Amma təəssüf ki, özüm hələ indi gedə bilirəm. Belə o səhifəni də aşağıda yerləşdirəcəm. İstəsəz girib ölkədə olacaq tədbirlərdən, sərgilərdən, tamaşalardan və s. məlumat ala bilərsiniz. Klostrofobiyam olduğu üçün metroya minmirəm və yemir gəlmir. Və gəldim Azərbaycan Rəssamlar İttifaqının binasına, Her Art in Action sərgisinə. Çox istərdim ki, hər bir sənət əsəri haqqında onun yaradıcısı ilə müzakirə aparım, amma təəssüf ki, yalnız idim. Və sadəcə olaraq orada tanımadığım xanımlarla biraz fikirlərimizi bölüşdük. Məlumat üçün qeyd edim ki, sərgiyə giriş ödənişsiz idi və bu tip tədbirlərdən, sərgilərdən xəbərdar olmaq üçün mənim digər Instagram səhifəmi izləməyinizi tövsiyə edirəm. Sərgidə feminizm, qadın azadlığı, erkən nikah, evliliyin və yaxud da ailələrimizin bizə dayatdığı mental zəncirlərimiz kimi mövzulara toxunulmuşdur. Ən sonda bu hissə isə ölkəmizdə baş verən təyyarə qəzasına həsr edilmişdir və qulaqcıqda deyilirdi: hər şey yaxşı olacaq. Belə hədsiz maraqlı və gözəl sərgi idi. Çox qlobal və yaralı yerlərimizə toxunmuşdular, qlobal məsələlər toxunmuşlar. Yəni bizim mental vəziyyətimiz üçün qlobal olan məsələlər toxunmuşdular. Belə indi gedirəm açam. Yemək yeyəcəm. Ondan sonra məni izləyənlər bəlkə də bilir, aylıq baget list düzəldirəm, ediləcəklər siyahısı düzəldirəm və onu reallaşdırmağa çalışıram. Oradakı bəndləri və hər aya özəl Pinterestdən elə bir siyahılar götürürəm, fikirlər götürürəm. İndi də belə deyim, bu ayki bəzi şeyləri eləmək istəyirəm. Görək necə olacaq. Burada elə Rəssamlar İttifaqının yanında bir restoran var. Həmişə burada otururam. Yəni fast food yemədiyim zamanlarda və qiyməti münasib və dadlı bişirilən bir yerdir. Belə art. Əslində yeraltı bir məkandır, amma mən buranı çox sevirəm. Və çox dadlı yeməkləri olur. Yəni hədsiz dərəcədə çox qəşəng yeməkləri olur. Hətta kabinetlər də var. Gəlib özünüz qızlarla birlikdə otura bilərsiniz. Belə yemək yedim, çıxdım. Hava doğrudan da soydu. Altdan koftanı götürmüşdüm, yaşlı götürmüşəm, geyindim. Və hara gedirəm? Vaza almalıyam, gül almalıyam, gül toxumu almalıyam. Səni çəkirəm, gülümsə.
Yuvam da vegan var. Gözə bizi bərabər çək. Hə, belə işlər. Başqa necəsiz? Mən niyə Targoviyə doğru gedirəm? Artıq Targovdayam. Yəni Nizami küçəsində. Oy, qaydım gedim. Hə, yox, Zara'ya dəyəcəm. Sonra qaydacam evə. Qışda gələ bilməmişdim bura. Dedim ki, olsa indi gəlim. Amma yemək yemişəm, kəşki yeməzdim. Burada nələrinsə dadına baxardım. Az öncə bir yarışmaya qatıldım və uduzdum. Bu da nə deməkdir? İngilis dilimin aşağı səviyyədə olması deməkdir. Kursdan idi, hansı kursdan unuttum. Və dedilər ki, İngiliscə suallara cavab ver, tərcümə elə. Prosta Azərbaycanca dedilər. Elə daha çətin olur. Alo. Burada yazıb ki, bütün mallar 9.99. Görək. Papatya. Bura əsas gəliş məqsədim bu mağazadır. Pijama mağazasıdır. Gedirəm özümə təzə pijamalarım. Qışdan aldım pijamalar geyinirəm. Bu üçlüdür. Bunların materialı çox qəşəngdir. Gətirdim geyməyə, amma heç uyğun geyimdə deyiləm də. 1, 2, 3. İkinci budur. Şalvarda belə. Bu hissəsini sevmədim. Düzdür, eldir. Bunlar sanki rəngimə düşmədi. Göy olanı aldım. İndi gedəcəm metro parka. Gedim görüm orada nə tapıram. Soyuq qəhvə üçün bunu ala bilərəm. Düzdür, viskiyə oxşuyur amma. Qiyməti də münasib. Sonra bunlar var. Bunu çox bəyəndim, amma buna qoyacaq qədər böyük çiçəklərim yox. Qəhvələrim üçün tapdım, bunu alacağım. Bu şamların ətri bütün vitrinini götürüb istəyirəm bundan alam. Qiyməti də 4.50-yə. Qızlar, həmişə stol üstü klyonkaların zövqsüzlüyünə gileylənirdim. Buna baxın, gör nə qəşəng fərqli modellər var. Alışveriş günümdə bunları giyinəcəm. Qızlar, maşınla olanda daha rahat oluram, amma qəribə bir şəkildə biraz yoruluram. Maşının öz yorğunluğu var, maşınsızlığın öz yorğunluğu var. İndi aldıqlarımı istəyirəm sizə tez göstərəm. Belə. Çünki birazdan Floranın gecə seansına gedəcəm. Orada da səhər qayıdacam, gecə olacaq. Ola bilsin kamp elədim dəniz kənarı. Heyf ki, Torul burada yoxdur. Ay, bu arada ilk tək kampım olacaq. Həmişə kiminlənsə olmuşam, ya qızlarla, ya Torulla. İndi ilk dəfə tək olacam. Nəysə, getdik. Birinci minimala getdim. Oradan özümə pijama almaq istirdim, amma ala bilmədim. Çünki açığı deyim, çox bahaydılar. Bir də almamağıma səbəb nə oldu? Əslində orada fərqli dəstlər olur. Sadəcə olaraq bir dəst var idi ki, üçlü dəst. Onu mən başqa yerdə 40 manata görmüşdüm. Orada isə 60 manat idi və qərarı aldım ki, ən yaxşısı Trendyoldan sifariş verim. Amma Trendyolda ümumi paltarlar çox hədsiz baha qiymətədir hal-hazırda. Nəysə, deməli, birinci minimaldan endirmə düşmüşdü 9 manat 90 qəpiyə deyəsən 10 manatda da. Belə bir
bisikletçi tayt deyirlər də, belə bir tayt aldım. Deməli, mənim bu ayki baget listimdə var ki, bahar şamları yandır. Bizdə əslində evdə şam çoxdur, amma düşündüm ki, daha meyvə və yaxud da gilə meyvə təravətli bir şey alım və belə şam aldım. Şamı göstərmişkən şamdanı da göstəreyim. Belə bir şamdan aldım, şamdan. Bəyəndim bunu. Adətən belə xrustal kimi şeyləri sevmirəm, amma bunu çox bəyəndim. Maraqlı bir dizaynı var. Bir dənə belə Haribo'ya görə, Haribo'nun paltarlarımızı tükləndirməyini necə baxır görə belə bir fırça, yapışqan fırça aldım. Bunu aldım həm limonadlar üçün, həm də soyuq kofe üçün. Mən adətən südlü kofelərimi soyuq eləyirəm. Sadəcə olaraq nəyi sevmədim? Burada adətən bu cür fincanlarda arada rezin olur qapağında. Bunda yoxdur və xırç-xırç eləyir. Bir də özümə payız fincanım var idi, qış fincanım var idi. İndi də bahar fincanı almaq istirdim və bu əslində çox şit deyildi, çox xoşuma gəldi bu rəng tonları. Ondan bu bacımın övərək bitirmədiyi, saçlarımı uzadır və eyni zamanda yağlanmanı gecikdirir dediyi belə bir tonik aldım. İndi bunu istifadə eləməyə qab axtarıram. Orada qablar var idi, amma baha idi. Qıymadım o qədər pul verməyə. 3 manat nə qədər idisə, yəni o qab üçün baha idi. Fikirləşdim ki, evdə məndə 100% elə sprey qabı var. Və ən sonda New Yorker'dan aldıqlarım. Əslində New Yorker'ə bunlardan ötürü getmişdim və bunun XS-i qalmışdı. XS-i geyinib tam alırdım. Sonradan baxdım ki, orada asılqan yerində S-in var və bunu həmən kapdım. Eynisinin göy rəngində aldım. Bunlar həm belə, mən tişörtlərin altından da belə uzun qol geyinirəm. Həm belə bunun üçün çox rahatdır, həm də ümumilikdə tək geyinmək üçün də. Bunun təəssüf ki, S-i yox idi, XS-ini aldım. XS-i tam sıx oturur, S-i isə normal. Sonra bunu niyə aldım? Əvvəllərdə uşaq vaxtı mənim belə bir koftam var idi. Yəni uşaq vaxtı deməyim, ərgən vaxtı. Bunu ona görə aldım ki, bu yaxınlarda Pinterestdə belə bir kombin outfit gördüm. Bu koftadan var idi. Ona görə bunu almaq istədim. Sonra bu ikisi demək olar ki, eyni tərz. Mən köynəklərin altından adətən belə oduncu gömlək deyir türklər, onların altından bunlar çox geyinirəm. Günlük istifadə üçün çox yaxşıdır. Və təbii ki, hər zaman kimi bunu da New Yorker'də oğlan bölümündən almışdım. Bu arada oğlan bölümündə tüyo verim ki, XS-lər qalır və o qızlara möhtəşəm olur. Belə bir şey aldım. 10 manata düşmüşdü, özdə indirimdə idi. Belə bir şey aldım. Arxası sadədir. Və belə sadə bir tişört aldım. Bu da indirimdə idi. 13 manata düşmüşdü. Doğrul gələndə əlimdən almasa yaxşıdır. Və hər ikisi XS-dir. Hər ikisi XS-dir, bəli. Bu qədər. İndi bunları yığışdırım. Tez əynimə qalın bir şeylər geyinib gedəcəm kampa. Kamp sumkası götürmədim. Çünki lazım deyil. Hələ bilmirəm, kamp eləyəcəm ya yox. Ola bilsin evə qayıtdım. Çünki küləkdir. Və dəniz qırağında da külək olanda çadır qurmaq biraz şey olur. O olur. Ona görə yəni baxacağım vəziyyətə. Vəziyyət məni fırladır ki, ay balam bura girmə, ay balam bura girmə, o tərəfdən get, o tərəfdən get. Qəza olub və görürsünüz 0. Yəni demək olar ki, getmirəm də. Dəhşətli. Ya oradan bura keçib, ya da buradan ora keçib. H1. H1'dir. Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. Koltuğuma yerleştim. Gene acil getirerdim. Go,
a lot, hustle every single day. I'll be making moves till I'm buried in my grave. To the system, I don't wanna be. Kapını açmayacağım özümü alay edirəm evimə. Aya baxın. Ay bundan artıq yaxınlaşmır. Açılmadı. Daha abstrakt yok, daha realist mal hocam. Dolya ifade. Herkes Fake it till you make it A. And if you play that game, then you just might make a change. Rearrange all the bad to okay. Take the worst I say and turn them to a game.